Ln x'in törəməsi nə eləyir? 1 bölünsün x vurulsun x'in törəməsi. İndi orada ln kosinus 3x'tir. Törəməsi bərabərdir. 1 bölünsün kosinus 3x yazırıq, vurulsun kosinus 3x'in törəməsi. İndi bu bərabərdir. 1 bölünsün kosinus 3x yenə yerindədir. İndi kosinus 3x'in törəməsinə baxaq. Nə yazırıq? Birinci kosinusun törəməsinə baxırıq. Eləyir mənfi sinus 3x. Sonra vurulsun bir daha 3x'in törəməsi. Bunu da yazdıq. Yine bu bərabərdir. Artıq bir şey qalmır. İndi 3x'in törəməsi eləyir 3. Mənfi də burada var. Mənfini yazaq kəsirin qarşısında. 3 sinus 3x bölünsün kosinus 3x. Sinus 3x'i kosinus 3x'e böləndə mənfi 3 vurulsun tangens 3x. İndi deyir ki, bax yerinə. Pi bölünsün 9 yazın. Yazaq. Mənfi 3 vurulsun tangens 3'ü pi bölünsün 9'a vuranda eləyir. Pi bölünsün 3. İxtisar gedəcək. Buradakını. Tangens pi bölünsün 3 neçə eləyir? Kök 3. Bölünsünü yoxdur. Kök 3. 60'dır. Tangens 60'da kök 3'dür. 30'da kök 3 bölünsün 3'dür. Mənfi 3 kök 3.